məhsulun tərkibində olan natakinaza adında ferment var. O soyadan alınmış fermentdir. Və üstə gələn onun tərkibində üzüm çəyirdək ekstratı, bir də 5 yarpaqlı ginastema bitkisi var. Bax, bunun natakinazası xüsusilə Nobel laureatına layiq görülmüş bir məhsuldur. Bu məhsul nə edir? Bu məhsul ürək-damar sisteminin problemləri üçün bir nömrəli məhsuldur. Ürək-damar sistemini, trombları təmizləyir, damarların elastikliyini bərpa edir, xolesterini normaya salır, qanı duruldur. Yəni bunun içində artıq bizə çox ciddi ziyan vuran aspirin, varfarin və yaxud da ki, kardiyomaqnin içməyə heç ehtiyac yoxdur. Təzyiqi normaya salır, şəkəri normaya salır, piyələnməni qarşılanır. Təzyiqi olan insanlar üçün xüsusilə daha çox məsləhət görürük biz bu məhsulu. Çünki damarların elastikliyi bərpa edir. O damarlarda olan spazmanı götürdüyü üçün mütləq şəkildə və tez bir zamanda nəticə əldə eləmiş oluruq. Bax, bu bizim bu gözəl məhsulumuzdur. Ondan başqa bu gözəl məhsulumuz təbii ki, aşağı ətraflarda, ağrılar olanda, damarlarda, insultda, infarktda istifadə edilmək olur, profilaktikasında xüsusilə. Bunun üçün insult keçirdən adam belə, hətta mən yenə deyirəm, heç kəs eşidən sığortalıdır. Bunun içəndə belə insult, infarkt keçirmək mümkündür, amma o dərəcədə olmur. Fohovda ən dəyər verdiyim məhsullardan biridir Suçofu və mənə görə Azərbaycan xalqı üçün, Azərbaycan milləti üçün bu məhsul çox vacibdir. Baxın, onun 2 qutusu ürək əməliyyatının qarşısına keçə bilər. Keçə bilər, %100 keçəcək demirəm, amma keçə bilər. Çünki trombları təmizləyir, çünki damarların elastikliyini bərpa edir. Çünki xolesterini təmizləyir, şlaklardan, toksinlərdən insan orqanizmini təmizləyir. Ona görə də mütləq və mütləq bu məhsulu tanımaq hər kəs tanımalıdır, hər kəs istifadə etməlidir. Xüsusilə xəstələnməmişdən qabaq, xüsusilə profilaktika. Hətta mən belə bir söz deyim, 45 yaşına çatmış kişilər və yaxud da ki, qadınlar, insanlar bundan bir il ərzində 3 dənə, 4 dənə profilaktik olaraq istifadə etməlidir. Suçofu yəni bu qədər effektiv bir məhsuldur. Onkologiyada da istifadə etmək lazımdır. Çünki bu onkoloji hüceyrələrin ətrafında fibrin olur. Elə bil ki, fibrin nalyot olur, fibrin örtüyü olur. Həmin o fibrin örtüyü aradan götürür o və bu da imkan yaradır ki, bizim T limfositlərimiz həmin o onkoloji hüceyrələrini tanısın və tez bir zamanda məhv etsin.